Hər kəsə salam, YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün vloqu çox gec saatlarda açmışam sizinlə. Həftənin sonuncu iş günüdür, işdəyəm. İşdən çıxmağıma da artıq 15 dəqiqə, 10 dəqiqə vaxt qalıbdı. Saata baxım görüm saat neçədir. Aha, hardasa 12-13 dəqiqəm qalıbdı işdən çıxmağıma. Artıq uzun müddətdir ki, altın yarısı çıxıram işdən. Dedim vloqu başlayım, iş çıxışından başlayım, daha sonra evdə də davam eləyərəm çəkilişlərimə. Deməli qızlar, bizim kabinetimiz o qədər isti olur ki, yəqin ki, burada artıq görürsüz də, yəni gün necə düşür. Hələ gün belə deyək də hərlənibdir, yerini dəyişibdir. Günortanın ən pik istiləri olan vaxtı, yəni ki, bura dəhşət isti olur da. Yəni otaqda durulası olmur, hava belə boğulursan da elə bil. Təsdiqdən də otağımızla üzbəyüzdə hansısa bir kabinetimi deyim, hansısa bir sinif otağımı deyim, yoxdur. Məsəl üçün bəzən olur ki, sinif otaqları yuxarılarda məsəl üçün çoxdur da. Elə olur ki, indi orada təbii ki, kondisioner olmur. Elə olur ki, qarşı otağın da qapısı, pəncərəsi açılır, digərinin də qapısı, pəncərəsi açılır. Yəni ki, hava belə oynayır da. Bizim kafedra ilə üzbəyüz hər hansısa bir otaq olmadığı üçün açıb o şəkildə havalandırmaq da olmur. Yəni ki, elə bir şərait olsaydı, yəni hələ kondisioner yandırmağa ehtiyacımız qalmazdı. Amma təsəvvür eləyin ki, demək olar ki, səhər saat 9-dan kondisioner axşam saat 6-ın yarısına qədər məcburi şəkildə işlədirik. Deməli qızlar, bu arada onu deyim ki, mən iş masamı dəyişmişəm. Yadınızdadırsa, əvvəl mən bu tərəfdə otururdum, künc tərəfdə otururdum. İndi iş yoldaşımla yerimizi dəyişmişik. Mən artıq bu tərəfə keçmişəm, burada otururam. Öncədən danışıb demək istəmirəm, amma yəqin ki, sentyabrda iş məsələmlə bağlı bəzi dəyişikliklər olacaq. Hələ ki, yəni qismət olsun, sonra deyərəm. Öncədən demək istəmirdim. Dediyim kimi, iş vaxtımın da bitməyinə az qalıb. Həmişə iş vaxtımızın qurtarmağına yaxın artıq bu cərəyanda olan nələr ki var, onları cərəyandan çəkib çıxardırıq. Yoxlayıram, mütləq şəkildə yoxlayıram ki, taxılı heç bir şey qalmasın. Yəni İraq olsun, hansısa bir hadisə baş verə bilər. Elə indi interneti, kondisioneri falan da çıxardacağım, söndürəcəm. Qızlar, hələ ki məzuniyyətə çıxmamışam. Yəni işdəyəm. Çox istəyərdim ki, çıxım, amma hələ ki işdəyəm. İnşallah avqustda çıxacağam. Bu arada qızlar, mən masanın üstündə çox əşyalar sevmirəm. Məsəl üçün, heç əlimdə olsa bunu belə istəmərəm. İndi kompüterimdə bu formadadır, yəni personalni formadadır. Mümkün olsaydı, o da notebook olsaydı daha yaxşı olardı. Yəni mən bura nələrsə qoymağı sevmirəm deyə qələmləri falan bura yığmışam. Əslində qələm qabım var idi, onu verdim iş yoldaşıma. Özümkilərini bura yığmışam. İndi hələ ki bir ay işləyəcəyik. İnşallah sentyabrda da dediyim kimi indi ya dəyişikliklər olacaq, ya da ki baxarıq. Bura belə bir dənə qutu istəyirəm, nəzərdə tutmuşam. Evdə baxım görüm nəsə olsa gətirib belə qoymaq istəyirəm ki, ən azından səliqəli formada burada qalsın. Yəni masanın üstü çalışıram ki, həmişə belə seyrək qalsın, təmiz qalsın. Belə olanda işləmək daha asan olur da. Yəni dolabımı bura qoymuşam, burada nəm və quru salfetkalarımı qoymuşam. Kondisioneri də çıxardım. Artıq hazırlaşmışam. Çantam o bir tərəfdədir. Qızlar, bu arada bu kitabı keçən vloqda mən sizə göstərmişdim. Hansı ki, Əli və Ninoda endirimlər vaxtı almışdım. Onda deməli qiyməti yadımda deyil, 5 manat idi, amma yəni ucuz almışdım da. Digər vloqda bəhs eləmişdim sizə. Çox qəribə bir adı var idi. Elə adına görə mənim diqqətimi çəkmişdi ki, burada nədən bəhs eləyir ki, yəni bir kitaba belə bir ad verəsən də. Deməli, Boris Vian'ın Qəbrinizə tüpürməyə gələcəyəm belə bir əsəridir. Açığı qızlar, oxumağı tövsiyə etmirəm. Biraz fərqli motivlərdə yazılıbdır. Tam belə danışmaq da istəmirəm. Sonu ümumiyyətlə çox belə bərbad formada bitir. Yəni hələ indiyənə qədər yadıma gəlmir ki, bir kitab oxuyam və mən o kitabdan irgənəm. Oradakı hadisələrdən irgənəm. Bu o kitablardandır. Hətta burada görürsüz yazıb ki, ekranlaşdırılmış əsərlər. Biraz da yəni marağımı ona görə çəkdi ki, bunun filmi falan da var. Keçən səfər YouTube'da filmini yazdım. Azərbaycanca yazdım, çıxmadı. Sonra fransızca yazdım. Bilirsiniz də, mənim ixtisasım fransız dilidir. Əsər də fransız yazıcının əsəri olduğu üçün fransız dilində yazdım və çıxdı. Ağ-qara versiyada çoxdan çəkilmiş bir kinodur, amma bütöv kino çıxmadı da, belə fraqmentlər formasında çıxdı. Biraz baxdım, yəni ki, heç kino da xoşuma gəlmədi. Daha sonra baxdım, gördüm ki, hal-hazırda Netflix
Netflix-də təzə versiya ilə çəkilmiş bu serialı var. Yəni bu adda fransız dilində çəkilən, hal-hazırda çəkilən bir serial var. Netflixim yoxdur. Olsa da yəni izləmək istəmərəm. Çünki dediyim kimi heç bəyənmədim, heç sevmədim. Son zamanlar bu qədər bəyənmədiyim, bu qədər sevmədiyim bir əsər olmamışdı. Bayaq iş yoldaşıma deyirəm. Deyir, tövsiyə edirsənmi? Götürüm səndən oxuyum. Bugün bitirdim bu arada qızlar. Elə də çox qalın deyil, 144 səhifədir. İş yoldaşıma dedim ki, yox, qətiyyən mən bunu sənə verə bilmərəm oxumağa. Hətta dedim bunu aparıb kitabxanamda elə yerə qoyacağam ki, görməyim mən bunu. İndi yox, kitablarımın arasına qoyacağam, amma heç sevmədim qızlar. Nəysə, vaxt gəldi, çatdı. Artıq qapını falan bağlayım, mən çıxım yavaş-yavaş. Bu vaxtı avtobusun gəlməyi falan biraz çəkir. Bilirsiniz ki, işdən çıxan vaxtı evə gec gedib çatıram. İndi mən vlogu yox, bu videonu saxlayacağım. Təsəvvür edin ki, daha sonra hardasa 1 saat 40 dəqiqəyə yaxın mən yol gedəcəm. 6-ın yarısı çıxıram. Yox, 1 saat 40 dəqiqə olmur. Yox, 6-ın yarısı çıxıram. Hardasa qızlar ən tez çatanda 8-ə 10 dəqiqə işləmiş evə çatıram. İndi çıxım yavaş-yavaş. Açarımın bloku yoxdur. Kaşlokuma qoyduğum üçün blokunu çıxartmışam bu formada. Götürürəm. Qızlar, bizim universitetdə həyətin içində 2 dənə korpusumuz var. İndi hal-hazırda tərcümə fakültəsinin korpusuna keçirəm. Burada 3 dənə fakültə mövcuddur. Bu təzə tikilmiş bina. Təzə deyəndə 2005-ci ildə tikilibdir. Amma bu bina çox qədim binadır. İlk öncə məktəb kimi fəaliyyət göstərib. Sonra 41-45-ci ildə qospital olubdu. Ondan sonra isə biraz yəni işlədilməyibdir. Yəni istifadə olunmayıbdır. Hətta burada da yazılıbdır. Yəni xəstəxanaya çevrilib də. Bir müddət istifadəsiz qalıb bina, ondan sonra universitetin balansına veriblər. Yəni həyət görünür ki, məktəbin həyəti imiş. Bu binanı da sonradan tikiblər. Hətta bizim binaya oxşar bir bina da buradadır. Elə eyni binadır da demək olar ki, bu Ankara liseyidir. Məktəb kimi qalıb. Görünür ki, qədim vaxtda da, o vaxtda da yəni 2 dənə məktəb yanaşıymış. Sonra bura artıq keçib universitetin balansına. Bir dənə də binamız var, əsas bina deyirik. O isə 28 mayda yerləşir. Burada bankomat var. Ora gedirəm pul çıxartmağa. Daha doğrusu yox. Karta pul qoyacağam. Burada tərcümə. Qızlar, çıxdım. Astanovkaya gedirdim, baxdım, gördüm ki, bir dənə avtobus keçdi. 13 nömrəliyə minirəm. Bu da çox gec gəlir, intervalı çoxdur, 20 dəqiqədən birdir. Binaya da keçdim ki, güya karta pul qoyum. Heç onu da eləyə bilmədim. Bilsəm işləmir, vaxt itirməzdim, elə gələrdim. Avtobusun vaxtına çatardım. Özdə gedən belə boş getdi. Boş getdi. Gələn indi dolu gələcək. Mənim bəxtimdən. Onsuz da həmişə elə olur. Gəh boş olur. Bir dəfə boş olursa, bir dəfə çox dolu olur. Nəysə, gedim görüm nə vaxt minə biləcəm mən avtobusa. Yolum uzundur. Yəni belə şeylər olanda belə nətər deyim, kefim qaçır da, əməli başlı. Kefim qaçır. Ümumiyyətlə bu avtobusun gəlib getməyini mən tuta bilmirəm. Bəzən olur ki, avtobusları məsəl üçün bilirsən ki, hə, tutalım 5-20 dəqiqə işləmiş, keçdi də. Amma bu çox qəribədir. Yəqin ki, xərcdə falan qalır. Gəlib getməyə biraz gecikir. Çıxdım evə. Bu günlərim
Sizə dediyimin tamamilə əksi oldu da. Konkret olaraq əksi oldu. Gözlədim ki, avtobus gec gələcək. Girim marketə, alınmadı da, pul qoyum kartıma falan. Elə marketə girmək istəyəndə döndüm arxaya baxdım, gördüm avtobus gəlir. Qəşəng boş idi, bayaq göstərdim sizə. Çox rahat gəldim. Sonra Koroğludan da avtobusa çox rahat bir formada mindim. Dediyim vaxtdan çox tez gəldim. Bayaqlarımda sizə deyirəm ki, 1 saat 40 dəqiqə çəkir. Sonra deyirəm ki, yox, yol 1 saat 40 dəqiqə çəkmir. Sonra hesablayıram yolda gələndə. Baxıram ki, yox, elə düz demişəm. Yəni normalda 1 saat 40 dəqiqəyə gəlirəm, amma bu günlərim məsəl üçün 1 saata gəldim, çıxdım, artıq 7-nin yarısıdır. 7-yə qalıbdı. Mən gəlmişəm evə. Gələn kimi qalxdım yuxarı. Deməli, səhər bu dərmanı taxıb çıxmışdım qızlar. Qapını da bağlamışdım, pəncərəni də bağlamışdım ki, bütün nə ağcaqanad falan var, hamısı qırılsın. Çünki dünən gecəni qəti yatmağa qoymayıblar. Bu il ümumiyyətlə elə bil ağcaqanadda həşərat, qarışqa bunlar çox tez gəliblər. İndi aparıb uşaqların otağına taxacağam. Bir dənəsidir, bir dənə varımdır. Onu da 2 otaqda da istifadə edirik. Uşaqlar da axşamı rahat yatsınlar. Belə, bugün makyaj falan etməmişdim. Yüngülvari ilə əlimi üzümü yuyub düşəcəm aşağı. Əlimi üzümü yudum, gəldim uşaqların otağına. Bunu taxım. Uşaqların otağı yenə dağılır. Yenə. Demir, yenə kəsib, doğrayıb, töküb, plastilinlərlə oynayıb. Qızlar, bu arada bizim evin ən isti otağı uşaqların otağıdır. Bura dəhşət isti olur. Yayda isti olur, dözmək olmur. Amma məsələ burasındadır ki, qışda da isti olur. Burada 2 dənə radiator yanır. Bu pəncərə bilirsiniz ki, ümumiyyətlə açılmır. Buradan yəni soyuq falan gəlmir. Bir dənə açılan pəncərə buradadır. İndi buranı bağladım. Dərmanı taxdım. Qapını da bağlı qoyacağım ki, axşama qədər dillilər nə var, ağcaqanad hamısı qırılsın. Bura isti olduğu üçün uşaqlara belə bir ventilator almışıq qızlar. Çox qəşəngdir. Buradan sürətini falan ayarlamaq olur. Nə qədər istəyirsən, neçə dəqiqə istəyirsən, o qədər işləsin, onu da ayarlamaq olur. Uşaqlar elə bir gəlirlər, uzanırlar. Hardasa 1 saatlığa qoyuram. Yəni küləkləyir. Onlar yuxuya keçəndən sonra öz artıq sönür. Yerlərinə də fikir verməyin uşaqların. Çünki qızlar, mən uşaqlardan tez yəni dururam, işə gedirəm. Mən gedəndə onlar yatılı olurlar. Nə bilim, bəzən gəlirəm ki, yerlərini yığıblar, bəzən gəlirəm ki, yığmayıblar. Elə bu vəziyyətdə qalıb. İndi biraz buraları səliqəyə salım, sonra düşüm aşağı. Qızlar, aşağı düşdüm. İstədim paltarları vurum maşına. O da baxdım, gördüm ki, o qədər də paltar yoxdur. Görəcək bir işim də yoxdur. Bir dənə axşam yeməyi yeyəcək. Ondan sonra da yəqin ki, qab-qaşıq yumaq işim olar və salam qutardı getdi. Yəni baxdım ki, işim gücüm yoxdur. Dünəndən də yoldaşım gətirib həyəti təmizlətmişdi. Keçən səfər də demişdim sizə ki, ot əməli başlı basıbdı. İstəyirəm sizə ağaclarımızı falan göstərim, amma göstərə bilmirəm. Ota görə girmək olmurdu, keçmək olmurdu. Bir dənə belə cığır açmışdıq toyuqların hininə doğru və salam qutardı getdi. Dünən yoldaşım adam gətizdirmişdi. Buraları yaxşı təmizləyibdi. Mən də gəldim sizə məhsullarımızı göstərməyə. Bu bizim ağ gilasımızdır. Bir dənəsi də oradaydı. Sonra vişnəmiz var, turş gilasımız. Tam belə şirinləşməyib qızlar. Amma yeyiləsidir. Yəni yemək olar. Bir də ki, belə çox, nətər deyim, böyük deyil də. Mağazalarda zətdə alırıq. Məsəl üçün belə iri olur da. Amma yəni bunlar biraz belə cır qalıblar. Səbəb də düşünürük ki, çox da sulanmamasına görədir. Yəni biz elə düşünürük ki, çox sulanmır deyə. Ona görə belə cır qalır. Amma yenə də yəni yaxşıdır. Üstündə xeylaq gətirib, yəqin ki, qaynana mürəbbə də eləyər, mürəbbə də hazırlayar bundan. Fondan səs gəlir, uşaqların səsidir qızlar. Yəni narahatçılıq olmasın. Bu da tutumuzdur, ağ tutumuzdur. Bu ağac ən böyük ağacımızdır. Ən böyük ağacımızdır. Burada belə deyim də, torpaq alınandan sonra ağaclar o dəqiqə əkilməyib. Mirin, gəldin. Sən də gəldin anan yanına. Hə, qızlar, yəni o dəqiqə ağaclar əkilməmişdi. Biz köçdük. Köçəndən sonra yoldaşım gətirdi, bu ağacları əkdirdi. Amma tutu xatırlamıram. Tut əvvəldən var idi mı, yoxsa yox idi mi? Çünki bu çox böyükdür. Tutumuz çox böyükdür, amma o bir ağaclarımız balacadır. Bu da xar tutumuzdur, qara tut. Qara tutdu. Hələ tam belə yetişməyib. Qırmızıdır da. Hə, indi birinci qırmızı olur, meyrin, sonra qaralır da. Sonra şəftəli ağacımız var, armud ağacımız var, vişnə ağacımız burada bir dənə də var. Biri quruyub, çox təəssüf. Belə sarısı da var. Onu göstərdim meyrin. Ye. Bunlar yetişir. Yetişib meyrin, yetişib. Burada toyuğumuzun yeridir.
Həyatımız elə də çox şəraitli deyil qızlar. Yəni ki, elə evi o vaxtı düzəltdik, köçdük içinə. Amma həyat qaldıqca qaldı. Yəni söz var, deyir, əldən qalan 50 il qalar. Bu da deyəsən göyəm deyirlər, göyəm. O ağac olmalıdır. Üstündə gətiribdi. Gəbəli. Yox, gavalı deyil. Gavalı böyük olur. Mən elə də çox belə ağac falan tanıyan deyiləm. Ehtiyatlı ol Mehrin. Ağac falan tanıyan deyiləm elə. Bilmirəm də, yəni. Bunlar ağaclarımızdır. Narlarımız da qəşəng gətirir. Düzdür. Biz yeməmiş quşlara qismət olur. Birinci quşlar yeyir. Eyb yoxdur, o da onların rozesidir, onların qismətidir. Onlar yeyirlər. Daha sonra biz yeyirik. Bu da qızlar digər gilasımızdır. Bu, yəni qırmızı gilasdır da, şirin qırmızı gilasdır. Əslində bu öküz ürəyi idi. Amma 2-3 il o formada gətirdi, öküz ürəyi də, yəni gətirdi. İndi amma belə gətirir. Bu da cırlaşıbdır. Amma bu da yeyiləsidir, dadı yaxşıdır, şirindir. Qəşəngdir. Hə, yemir. Hə, bu prosta belə narla əməli başlı qarışıb bir-birinə. Yavaş-yavaş yığıb yemək lazımdır. Burada biraz ağaclarımız seyrəkdir. Siz də gəldiniz, Uğur. Ağaclarımız biraz seyrəkdir burada. Amma var, zoğal ağacımız da var. Nə bilim, heyva ağacımız da var. Feyxuamız var. Yeyirsiniz? Yiyin. İrfan, xoş gəldin. Orada alça var. Hə, burada bir dənə də vişnəmiz var imiş. Gedək. Alçamız da var. Alçamız da var. Belə, bu da bizim həyətimiz. Könül istəyərdi ki, yaxşı şəraiti olsun. Amma çox təəssüf ki, hələ ki o şəraiti qura bilməmişik. İnşallah Allah qismət eləsin. O da olar. Bu deyəsən səhv eləmirəmsə qızlar zoğaldır. Deyəsən zoğaldır. Hə, zoğal oxşur. Zoğaldır da bu hər halda. Zoğaldır. Uşaqlar məndən yaxşı bilər. Çünki nənələri yığanda eləyəndə gəlirlər, nənələrin yanında dururlar. Bilirlər ki, harda nə var da. Amma mən səhər çıxıram, axşam gəlirəm. Yəni ki, istəsəməz. Elə də çox bilmirəm də. İndi lazım olanda qab götürürəm, gətirirəm, yığıram. Amma belə bilmirəm. Bu da gavalı ağacımızdır. Təzə bitib. Öz-özündən bitib bu qızlar. Özümüz əkməmişik. Belə heç o bir tərəfləri ilə də çox çəkmək istəmirəm. Orada belə... Yox, tutumuz 2 dənədir. Bir dənə bu qaradır, bir dənə də o ağdır. Yox, onlar feyxuadır, zeytundur. Hə, zeytunumuz da var qızlar. Zeytun özümüz bağlayırıq. Belə qızlar. Bugün işdən gəlib yorğunluğumu belə çıxdı ki, bağda gəzərək çıxardacağım. Mehrin, sən get bir dənə qab gətir. Qab gətir. Biraz meyvələrdən yığaq. Əslində tutumuz çırpılmalıdır. Hələ ki çırpmamışıq. Bəhməzi də özümüz hazırlayırıq qızlar. Tutu çırpırıq, sonra qaynanam onu qəşəng bəhməz eləyir. Yəni ki, belə deyim də, demək olar ki, biz uzun müddətdir artıq bazardan nəsə alıb bişirmirik də. Bir malinadır, böyürtkəndir, belə şeylər alırıq. Amma kompotlar hamısı həyətimizdən olur. Sonra məsəl üçün evdə meyvə olur, qalır, yeyilmir. Qaynanam onu götürür, məsəl üçün kompot eləyir və yaxud da biraz çoxdursa, çatırsa, lap bir dənə bankada olsa, bir banka mürəbbəsini eləyir. Yəni ki, əsas odur ki, israfa vermirik. Yəni, belə deyim də, yaxşı ki, bu həyat var, yaxşı ki, bu bağ-bağça var, yaxşı ki, bu ağaclar var ki, yalnızca şəkər tozunu alırıq, vəssalam, meyvəsi özümüzdən. Qəşəng kompotunu da eləyirik, mürəbbəsini də eləyirik, ağ gilas bişirir mürəbbə, sonra vişnələrin çoxsunu, məsəl üçün, böyük əksəriyyətini kompot eləyirik, çünki ən çox içdiyimiz elə vişnə kompotudur. Belə, yəni, bu nədir bilmirəm. Deyirsən, bu heyva olmalıdır, səhv eləmirəmsə. Yəni, hələ ki, balacadırlar. Orada ərik ağacımız da var. Ərik ağacımız da var. Uşaqlar hərdən belə girirlər, bağda yeyirlər. Şəxsən mənim özümə həqiqətən ləzzət eləyir. Bir dəfə vloqların birinin altında bir nəfər yazmışdı ki, hansı kənddə yaşayırsınız? Yəni, bura kənd deyil də, qızlar. Bura Bakıdır, Bakının Mərdəkan qəsəbəsidir. Yəni, biz elə bir hissədə yaşayırıq ki, burada hamısı həyət evləridir də. Düzdür, biraz yolumuz çətindir. Aslanovkadan çox kənardayıq, çox uzaqdayıq. Amma yəni belə bir həyətimiz var da. İnansız pandemiya vaxtı, məsəl üçün, mən o qapalı qalmağın nə olduğunu bilmədim. Yəni həyət var idi, baca var idi, çıxırdıq, otururduq, samavarımızı qalayırdıq. Yəni öz həyətimizin içində rahat-rahat hərəkət eləyə bilirdik. Meyvəni yığdım, qızlar, yudum. Gəldim evə. Getmiş. Mehrinlə Tom and Jerry'yə baxırıq. Haydi. Mehrin özünə sırqa düzəldir. Belə, bugünlük də bu qədər qızlar. Biraz belə boş vlog oldu, amma yenə də.
Dedim çəkim sizinlə günümü paylaşım. Bu arada gələn həftə yəqin ki, artıq xalçanı da götürərik. Bizim evdə bir dənə xalça budur. Yəqin ki, fikir vermisiniz, digər otaqların heç birində yoxdur. Mən ümumiyyətlə evdə xalça sevmirəm qızlar. Yəni istifadə etmirik. Bu da qaynanamın xalçasıdır. Yəni düzdür, otağa uyğun deyil, amma uşaqlar neçə ki, yəni qış olur, üstündə otururlar eləyirlər. Ona görə məcbur sərirəm. Amma düşünürəm ki, yəni növbəti illər bizə elə də lazım olmayacaq da. Yəni uşaqlar da artıq körpəlik dövrünü keçiblər, iməkləmirlər, yerdə oturub oynamırlar. Böyük ehtimal ki, yəni bunu da götürərik. Artıq köhnəlib də. Artıq köhnəlib. Pəncərələrim də silinməlidir qızlar. Bugündən baxıram pəncərəni açanda. Baxıram ki, artıq silinməlidir. Bundan sonra güman etmirəm ki, yağış falan olsun. Yəqin ki, növbəti həftənin 5-ci günü iş olmayacaq. Yalnız 4 gün işləyəcəyik. Yəqin ki, o 3 günə mən evləri töküb təmizləyərəm, pəncərələri zad silərəm. Belə qızlar, burada vloqu saxlayıram. Sağ olun.